bu məclisləri ali dərəcədə bizdən qəbul eləsin. Xanım Zəhra salamullahi aleyhanın pak ruhuna salavat xətm eləyin inşallah. Muhammed sallallahu ala Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Ve sallallahu ala seyyidina ve seyyidil mursalin ve ala ehli beytihil etyebin. Siyyema beqiyetellahi fil arazin. Ruhi ve arvahul alemin li turabi maqdamihi fidah. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد. Allah Teala bu məclisləri bizdən qəbul eləsin inşallah. Allah Təbarək və Teala zamana imamı başda olmaqla bütün xanım Zəhra salamullahi aleyhanı sevənlərə bu günlərdə əcr kəramət eləsin. Allah İlahi bir sirr olan xanım Zəhra salamullahi aleyhanı dərk eləməkdə bizlərə fərasət versin inşallah. Mən keçən ildə bir girişlə bu mövzulara başlamışdım. O mənim üçün həmin sözlər təzətərdi. Mən bir neçə kəlmə inşallah xanım Zəhra salamullahi aleyha bəşərə, ümumi bəşərə bir müəllimədir. Niyə görə ümumi bəşər deyirəm? Bəzən və bəzi şəxslər bir zamana, bir məkana, bir millətə, bir cinsə sığmaz. Xanım Zəhra salamullahi aleyhanın bilirsiniz 9 adı var. Onun biri də Raziyədir. Raziyə Peyğəmbərimiz xanımın barəsində buyurur: Ya Fatimə, İnnəllâhe yərza lirizak və yəğzəb liğədəbik. Qızım, Allah sənin razılığa razılaşar, sənin qəzəbə qəzəblənər. Bunun əvvəlin keçən il demişdim. Əgər yadında olan olsa, insanlar razılıq və qəzəbə görə bölünürlər 4 yerə. Ən ali səviyyəsi insan, şəxsiyyət bir məqamda olar. Bir var, sən Allahın razılığı ilə razılaşasan, qəzəbi ilə qəzəblənəsən. Amma bu necə şəxsiyyətdir? Allah bunun razılı olduğundan razılaşır. Allah bunun qəzəbləndiyinə qəzəblənir. Bu Allah yanında dərəcəsi. Buna deyirlər elmdə ismət-i məhz, sırf məsumluq, məsumluğun ali dərəcəsi. Peyğəmbər yanında əgər xanım Zəhra salamullahi aleyhanı Peyğəmbərin yanında xanımın məqamını tanımaq istəsək, yadınızda olsa bu indi deyəcəyim sözü keçən il demişəm dedim. Peyğəmbərimizin huzuruna xanım daxil olanda bir neçə əməl eləyərdi Peyğəmbərimiz. Birinci, qamə ileyha, durardı, gedərdi xanımın qarşısına. Hansı ata görün qızı ilə belə rəftar eləyir? Deməli, burada ata qızlıq məsələsi deyil. Xanım Zəhranın Peyğəmbərimiz məqamını bizə izah eləyir. Qamə ileyha, durardı ayağa xanım içəri girəndə Peyğəmbəri, dayanmazdı, gedərdi, qarşılayardı. Rəhəbə biha, rəhəbə biha, deyərdi mərhəbə, xoş gəldin qızım, xoş gəldin verərdi hər dəfə. Qəbbələ yədəyha, 2 əllərini tutardı, öpərdi. Ata qızın alnından öpər, üzündən öpər, amma gətirib 2 əllərini öpmək, bu məqam bizə çatdırır Peyğəmbərin. Bizim hərəkətimiz nəfsləndir. Biz ata qızlıq, ata övladlıq məsələsinə görə. Amma Peyğəmbər Allah ayələrini izah eləyən bir şəxsdir. Bizə çatdırmaq istəyir xanım Zəhra kimdir? Və əcləsəha məclisəhu, gətirərdi, oturdardı öz yerində. Peyğəmbərimiz öz yerində oturdardı. Bu da o Peyğəmbərdir ki,
Allah Qur'anında Peyğəmbərə bilirsiniz nə qədər hörmətlə yanaşır. Heç yerdə Peyğəmbəri adı ilə çağırmır. Ya Nuh, ya İbrahim müraciəti var. Amma Peyğəmbərin adı ilə Allah müraciət eləmir. 400 yerdə Peyğəmbərdən ad aparır. Hamısında ya eyyuhər Rəsul, ya eyyuhən Nəbi, Yasin, Taha, Bəşir, Nədir Peyğəmbərin ləqəbləri ilə çağırır Peyğəmbəri. Birbaşa müraciət eləmir Allah Teala Qur'an-ı Kərimdə. Və Peyğəmbərə o qədər Allah hörmətlə yanaşır Qur'an-ı Kərimdə bizə bunu çatdırır. Nur surəsinin 63-cü ayəsində o ayədən əvvəl niyə görə belədir? Peyğəmbərin yanında gələrlər Peyğəmbəri uzaqdan çağırardır. Ay Peyğəmbər, ya Rəsulallah, ya Rəsulallah. Allah ayə göndərdi. La təc'alu dua'ər rəsul beynəkum kəduai ba'dikum ba'd. Peyğəmbəri bir-birinizi çağırdığınız kimi çağırmayın. Ay filan kəs, çağırırsanı bir-biri. Elə Peyğəmbərə müraciət eləməyin. Ya Rəsulallah deyin, Peyğəmbərin yanında səsizi ucaltmayın. Peyğəmbərin evinə daxil oldunuz, oturub orada qalmayın. Allah Qur'an-ı Kərimdə Peyğəmbərə öz verdiyi dəyərdən danışır. Bu ayə gələndən sonra, Nur surəsi 63-cü ayə gələndən sonra necə dedilər, Allah buyurdu, bir-birinizi çağıran kimi Peyğəmbəri çağırmayın. Hamı ya Rəsulallah deyirdi, adını demirdi. Xanım Zəhra salamullah əleyha da deyərdi, ya Rəsulallah, ayəyə itaət eləyərək. Peyğəmbərimiz görün nə deyir? Peyğəmbərimizin dilindən xanımın fəziləti. Kaş xanımı dünya dərk eləyərdi hamımız. Peyğəmbərimiz buyurur, qızım, quli ya əbəh, quli ya əbəh, mənə atam denən, atam denən. فَإِنَّهُ أَحْيَا لِلْقَلْبِ وَأَرْضَى لِلرَّبِّ. Sənin mənə ata deməyin, mənim qəlbimi dirildir və Rəbbimi razı salır. Xanım Zəhra salamüleyhə ondan sonra neyniyərdi? Yenə birbaşa ya əbə, ya əbətə deməzdi, ayata deməzdi. Deyərdi, ya əbətə ya Rəsulallah, ey mənim atam, ey Allahın Rəsulu. Yenə Allahın o ayəsinə Nur 63-ə itaətən ya Rəsulallah deyərdi. İmamlar yanında xanım Zəhra salamüleyhanı tanımaq istəsək, İmam Baqir əleyhissalam buyurur, soruşurlar, ağa, Qədr surəsində və ma ədrakə ma leylətul qədr, nədir Qədr gecəsi? İmam buyurur, leylətul qədr hiyə Fatimə. Qədr gecəsi yəni Fatimədir. Yəni necə Qədr gecəsini Allah buyurur, onu dərk eləməzsiz, anam Zəhranı da dərk eləmək o Qədr gecəsi qədər çətindir. İmam Sadiq əleyhissalama bir nəfər oturmuş, gəldi ağanın yanına, dedi, ağa, qızım olub. Ağa buyurdu, nə gözəl, adın nə qoyubsan? Dedi, adın qoymuşam Fatimə. Ağanın gözləri doldu. 3 dəfə dedi, Fatimə, Fatimə, Fatimə deyəndən sonra buyurdu, la təzribha bə'd. Aman da onu heç vaxt vurmayasana. Anamın adını qoyubsan, onu heç vaxt vurmayasın. Bilirsən, nəyə görə deyirdi? Yəni, mənim anam döyülüb, şillə alıb. Harada Fatimə adında qızlarınız oldu, onun adına görə ona hörmət eləyin. Zəhra adında qız oldu, onun adına görə hörmət eləyin. Vurma onu. İmam təkidlə tapşırır. Və İbn-i Əsakir, Tarix-i Dəməşq, bu sünni alimidir. 3-cü cild səhifə 570-də belə bir hədis gətirir. Hədisi qudsi gətirir. Allah Teala buyurur, ya Əhməd, bu Meyrac hədislərindəndir. Allah Meyracda Peyğəmbərə Əhməd adı ilə müraciət edir. Ya Əhməd, ləvləkə və ma xələqtul əfləkə. Ay Peyğəmbər, sən olmasaydın fələkləri yaratmazdım, kainatı yaratmazdım. Yaradıram sənin üzüün nuruna, sənin xatirə yaradıram. Ləvlə Ali ləmə xələqtük. Əli olmasaydı səni yaratmazdım. Ləvlə Fatimə ləmə xələqtukuma. Əgər Fatimə olmasaydı sizin heç birinizi yaratmazdım.
bu varlıq aləmi xanım Zəhra salamul əleyhanın varlığı ilə başlayıb və onun hörmətinə yaranıb. Mələklər yanında xanımın hörməti. Bunlar müqəddimədir. Bu gecənin mövzusunu inşallah deyəcəm ki, gəlib məqamında deyəcəm. Mələklər yanında Cəbrail-i Əmin hədislər bizə çatdırır, imamlarımız deyir. Xanım Zəhra salamul əleyhanın xidmətinə gələrdi. Peyğəmbərindən sonra təsliyyət deyərdi, başsağlığı verərdi. Və Peyğəmbərin və balalarının halından xanıma xəbər verərdi. Müshaf-ı Fatimə formalaşdı Cəbrailin gəlişindən. Cənab-ı Əzrail Həzrəti Rəsulullahın ruhun qəbz eləmək üçün gələndə xanım Zəhra salamul əleyhadan icazə alardı. Mən burada yadıma bir şey düşdü, istəyirəm ona işarə eləyəm keçən mövzuma. Məhşur hədisi, daha bunu hamınız bilirsiniz. Fatimətu bad'atun minni yudini mən azaha. Fatimə mənim bir parçamdır. Kim onu əziyyət eləsə, mənə əziyyət eləyib. Burada cismi söhbət deyilmiş sən demə. Hamı bilir, Peyğəmbərin qızıdır, canının parçasıdır. Qız olaraq, cismi olaraq, fiziki olaraq, biyoloji olaraq Peyğəmbərin balasıdır. Bunu hamı bilir. Peyğəmbər söz deyirsə, ali məqamdan xəbər verir. Peyğəmbərin ruhu Nəbi, Rəsul ruhudur. Deyir, mənim o Peyğəmbərli ruhumdan bir parçadır. Niyə görə mən bunu deyirəm cürətlə? Çünki axı Müshaf-ı Fatimə yaranıb. Peyğəmbərdən sonra xanıma Cəbrail nazil olursa, indi ola bilər, bir deyər, bu necə işdir? Bu Quran məntiqidir. Allah Quran-ı Kərimdə buyuruyor, وَاَوْحَيْنَ ilə Ümmü Musa. Musa Peyğəmbərin anasına vəhy elədi. Məryəm xanımdan yemək gəlirdi mehrabına. Allah Quran-ı Kərimdə buyuruyor, balarısına vəhy elədi. Bəs Həzrəti Musanın anasına vəhy gələr, Həzrəti Zəhraya vəhy gəlməz, xəbər gəlməz. Bu məndən bir parçadır, o nəbilikdən, rəsulluq ruhundan bir parçadır ki, Peyğəmbərə gələn Cəbrail, xanım Zəhra salamul əleyhaya gəlir. Bura qədər fəzilətindən biraz deyib kifayətlənirəm. Bu gecə gedirik, xanım Zəhra salamul əleyha müəllimədir dedim. Niyə görə buradan başladım? Çünki bəşərin ən çox bu günləri ehtiyacı bu məsəliyədir. Və bəşərin bu günləri, bütün müşkülləri bu məsələyə soyuq yanaşmasından, diqqət etməməsindən irəli gəlir. Məad-şünaslıq, ahirətə inam. Allah Qur'an-ı Kərimdə hər yerdə məbdədən danışırsa, orada məaddan danışır. Yəni nə? Hər yerdə özünə inamla danışırsa, orada ahirətə inamla danışır. Bu günləri bəşər elə yaşayır ki, ahirətə elə belə hamı deyir öləcəm. Amma ahirətə yəqin yoxdur. Mən əsaslandıracam bu fikrimi. Xanım Zəhra salamul əleyhanın bu gecə İnşallah növbəti gecələri elə sirlərindən, elə bərəkətlərindən danışacağıq ki, görəcəksiniz bu məclislərin faydası nədir? Ümumiyyətlə biz Əyyam-ı Fatimiyəni niyə keçirdirik? Biz bu tarixi öyrənmək üçün yox. Biz ağlamağa, sıtqamağa təkcə yığışmırıq bura. Biz əqidəmizi öyrənməyə yığışırıq. Bizim elə bir əqidəmiz var ki, o əqidədən ötürü canın qurban eləyib xanım Zəhra, biz bu günləri keçirdirik ki, sən hansı əqidədəsən ki, Peyğəmbər qızı canın verib, balasını şəhid verib, bətnindəki balasını verib, sən bu əqidəni öyrənməlisən bu 20 gün ərzində, Əyyam-ı Fatimiyyədə. Əzlərim, məad-şünaslıq. Ona görə bura işarə eləyirəm ki, bunu öyrənməliyik. Dünyada bugün baş verən bütün günahlar və fəsadlar ahirətə, məada imansızlıqdan və inamsızlıqdan əmələ gəlir. Məada inam insan hüquqlarını qoruyur. Heç kimə zülm etmir ahirətə inanan. Ahirətə inanan şəhvətin qulu olmur. Şəhvətin qarşısını alır və bəşəri ibadətə, Allah bəndəliyinə gətirən ahirətə inamdır. Ancaq ahirətə inam. Məada imansızlıq
ictimai, siyasi, iqtisadi, fərdi, əxlaqi, sosioloji demək olar ki, bütün sahələrdə problem yaradır. Mən deyirəm, həyatın bütün sahələrində harada problem yaradırsa bir insan, onun ahirətə inamı yoxdur. Qur'anda 1400-dən artıq ayə ahirət haqqında nazil olub. Qiyamət haqqında nazil olub. Məada ahirətə inansa insan oğurluq eləməz, zina eləməz, yalan danışmaz, şərab içməz, qumar oynamaz. Bunların hamısı və sair və ilaxır, hamısını insan eləyirsə, deməli məada inamı yoxdur. Ahirətə inamı yoxdur. Axı bizim 2 dənə Peyğəmbərdən əmanətimiz var. Bəşəri hidayət edən 2 dənə müəllim var. Biri Qur'andır, biri Əhl-i Beyt. Biz Qur'anı da həyatımıza tətbiq eləməliyik, Əhl-i Beyti də öyrənib onların həyatını yaşamalıyıq. Xanım Zəhra salamullahi aleyhanın məada inamından bu gecə öyrənməliyik ki, biz məada inamımızı və imanımızı artırmalıyıq ki, bu bədəndən, bu ruhdan, bu vücuddan günah baş verməsin. Məsələn, Qur'an-ı Kərimdə Allah Təbarək və Teala Mütəffifin surəsi buyurur. Əskiş satanlar surəsi. Əuzu billah. Veylul lil mutaffifin. Ellezine, qoy ayələri oxumayım, tərcüməsini deyim birbaşa. Mütəffifin surəsinin əvvəlinci ayələri. Vay olsun əskiş satanlara. O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey alanda onu tam ölçüb alarlar. Onlar üçün bir şey, bəli, onlar üçün bir şey ölçəndə isə və ya çəkəndə isə onu əskildərlər. Məgər onlar güman etmirlər ki, haqq hesab günü üçün dirildiləcəklər. Böyük bir gündə, o gün bütün insanlar aləmlərin Rəbbinin huzuruna duracaqlar. Həmin gün ahirətdən danışır. Mütəffifin surəsinin 1-dən 6-ya qədər o ayələndə. Deyir, o alanda dəqiq çəkib alırlar, özlərinə sərf edir. Satanda başlayırlar əskiyi satmağa, bunlar Allahın huzuruna çıxacaqlarından xəbəri yoxdur. Ahirətə, demək Quran bizə nə deyir? Niyə əskiyi satır? Ölçüdə, tərəzidə, bütün sahələrdə də. Mən bir dəfə bu barədə danışanda demişəm, məsələn, tərəzi deyəndə bazardakıları nəzərə almayaq. Ustasan, sən ölçüdə, biçidə, deyək ki, o iş sahibini aldanırsansa, sən də əski satansan, ondan sonra tərəzidə, mizanda alladansan. Allah Mütəffifin surəsində buyurur, bəs sən bunlar bilmirlər, ahirətə yəqin istəmir bizdən, zənn istəyir. Güman da eləmirsiniz ki, ahirət var, siz orada hesaba çəkiləcəksiniz. Əli Aleyhisselamdan bir nəfər soruşdu, ya Amir el-Muminin, niyə bu qədər ibadət edirsən? Ağa buyurdu, çünki ahirət var, qiyamət var. Dedi, birdən olmadı. Həzrət buyurdu, birdən oldu. Dedi, bu nə sualdı yəni? Dedi, sən deyirsən, birdən qiyamət olmadı, mən bir şey itirməmişəm. İbadətimlə məşğul olmuşam, təmizliyimlə məşğul olmuşam, günah eləməmişəm. Amma qiyamət ki, mən dedim, 1400 dənə ayə Quranda gəlib, 100%'li var. Hələ sən şəklə, deyilən, birdən oldu, sən nə cavab verəcəksən? Birdən olmadı, mən bir şey itirməmişəm. Amma birdən oldu, sən nə inəyəcəksən? Allah namaz istəyəcək, oruc istəyəcək, xums istəyəcək, zəkat istəyəcək, günahsız bir ruh istəyəcək, sən nə inəyəcəksən? Burada bu ayədə yəqin yox, zənn istədi. Şeytanın bəşərə hücumunda, qardaşlarım, bacılarım, məni eşitinlər. İlk səyi insana ahirəti unutturmaqdır. Adam günah eləyəndə ahirəti unudur, günah eləyir. Şeytan insana unutturur ahirəti. Quran-ı Kərimdə Əraf surəsinin 17-ci ayəsi. Əuzu billah. ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ Sadaqallahul aliyyədim. Həm də xanım Zəhra məclislərində necə xanımın, inşallah bir gün xütbəni bütöv oxuyacam, Allah qoysun, inşallah Allah izin versə, bir xütbədə 20 dənə yerində gəlmiş ayə var. Xanımın məclislərində minlərlə ayə oxunur. Dünyanın bu başından o başına hər xətib, hər alim, hər ruhani
Qurana əsasən danışır və elə bilirəm ki, elə bir xütbə olmur ki, o ayəsiz olsun. Mən Ərəf 17-ni oxudum. Sonra qarşılarından, arxalarından, sağ tərəfdən, soldan onların yanına gələcəm, şeytan deyir. Və onların çoxunu şükür edən görməyəcəksən, Allah. Alladacam sənin bəndələri, Ərəf 17. Öndən, imamdan soruşurlar, bu öndən hücum yəni nə? İmam buyurur, bizi qarşıda ahirət gözləyir. Ahirəti bizə unutturur şeytan. Qiyaməti unutturur. Bir dəqiqə, bir an, çox xahiş edirəm, qəlbinizə bu sözü bir göndərin qəlbinizə. İnsan niyə günah eləyir? Bir cavabı var. Ahirətə insanın yəqini olmur. Həmin zamanda günah eləyir. İmam buyurur ki, şeytan deyir, məni öndən hücum eləyəcəm, yəni qiyaməti və ahirəti unutturacam. Arxadan hücum nədir? Arxada, insanın arxada qalan nə idi? İnsanın nəslidir. Övladları ilə, var dövləti ilə adamı qorxudar şeytan. Bədbəxt eləyər, Allah göstərməsin. Sığınıram Rəbbimə. Kəhf surəsinin, xanım Zəhranın məalşünaslığına gəlir, amma bunlar Quranla deyim ki, sonra. Kəhf surəsinin sonuncu ayəsi, 111-ci ayəsi. Allah Teala buyurur, yenə yəqin istəmir. Ümid, günah, güman, zənn istəyir. فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Sadaqallahul aliyyədim. Kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın. Ümidi varsa ki, mən Allahla görüşəcəm, günah eləməz. Yaxşı iş görsün. Adamın gümanı olsa ki, Allahla görüşəcək, o günah eləməz. İmam Həsən əleyhissalam hər axşam Kəhf surəsini oxuyardı, ağlayardı. Hər cümə axşamı bu surəni oxumaq bizə tövsiyə olunub. İmam Hüseyin əleyhissalam Aşura günü Ömər Səədə bilirsin nə deyir? Deyir, ya Ömər, əmə təttəqillah əlləzi iləyhi məaduk. Allahdan qorxmursan, Ömər Səəd. Sənin qaydışın ona tərəfdir. Ömər Səəd imam niyə öldürür? Ahirətə inamı yoxdur. Ahirətə imanı olsa, imam öldürməz. Və imam öldürmək kimi başqa günahlar düşün. Əgər insan günah eləyirsə, söhbətimizin ana xətti budur. İnsan ahirətə yəqini yoxdur. Əmirül-Müminin əleyhissalam Kufə məscidində işa namazını qılandan sonra durardı ayağa, cəmaata deyərdi. Əyyuhən-nas, təcəhhəzu rahiməkumullah, fəqəd nudiyə fikum bir-rəhil. Ay insanlar, hazırlaşın, Allah sizə rəhm eləsin. Artıq sizin o köç karvanını çağıran nida eləyir. Görmürsünüz bu cəmaatı aparıb yola salırsınız. Nida eləyən çağırır sizə köçə. Bəzi yerlərdə söz tutmur adamı. Məsələn, yas məclislərində bugün ölümdən danışırsan, elə gözləyir, aşına vaxt gələcək, şaqqa-şaq başlasın yemək. Bəzi yerlərdə söz tutmur, küçədə danışsan, burada da bəzən bəlkə ölümdən danışsaq adamı tutmaz. Amma İmam-ı Kazım əleyhissalam gördü bir dənə cənazə gedir, ağa gəldi, cənazədə iştirak elədi, gəldi qəbrin üstündə dayandı, dedi, dayanın bir dəqiqə, ay cəmaat. İnnə şeyən hâdə axiruhu ləhəqiqun ən yüzəhhədə fi əvvəli və ennə şeyən hâdə əvvəluh ləhəqiqun ən yuxafə axirə. Tuhaful Qul kitabında 305-ci səhifədədir. Ay cəmaat, qəbri göstərir ağa. Axırı belə olan dünyanın gərək əvvəlindən təmizliyi gözləyəsən. Axırı budur da, qəbri göstərir. Əvvəldən paçlığı gözləyəsən, o axirət ki, əvvəli belədir, gərək bunun sonundan qorxasan. Bilməm, bu cümləni tuta bildik ya yox. Dünyanın axırı budursa, bunda gərək əvvəldən paçlığı gözləyəsən. İndi bu qəbrə tək qoyulursan, axirətin əvvəli belə başlayırsa, gör sonunda nə var? Gərək bunun sonundan qorxasan. Əvvəlin ki, görürük, qəbrə qoyulmağımızı görürük. Gərək bunun sonundan qorxasan. Axı,
təsəvvür eləyin, bizə deyən yoxdur. Mane də yoxdur. Axı biz müsəlmanıq, ay cəmaat. Ahirət hesabını düşünmürük. İnsanların tonlarla haqqın yiyənlər bəs ahirətə inanmırlar. Nəhc-ü Bəlağənin 45-ci məktubunda Übeydullah, Abdullah yox, Übeydullah İbn Abbas'a imam yazır, vali təyin eləyib Əmirül-Möminin salam. Deyir Übeydullah İbn Abbas, eşitdim Beytülmaldan yeyibsən. Cəmaatın haqqı olan xəzinədən, hökumətin xəzinəsindən yeyibsən. Ətu'minu bil-məad, sözümüz məaddandır. Ahirətə sənin inamın yoxdur. Elə bilirsən bu atom malıdır, səndən hesab çəkməyəcəklər. Atom malıdır bu. Əli əleyhissalam bəzən bazarda durardı, ucadan bu ayəni oxuyardı. Ayənin yerini deyirəm, Qəssəs surəsi 83-cü ayə. Əuzu billah, tilkəd darul axirə, nec'aluha lillezine la yuriduna uluven fil ardı və la fesada və la aqibetu lil muttaqin. Biz bu yüksək və uca axirət evini yer üzərində təkəbbürlük, hökümranlıq və fitnə fəsad törədənlərə, iddiasında olmayanlara nəsib edirik. Gözəl aqibət ancaq təqvalılar üçün. Ay bu bazarda başı dünyaya qarışanlar. Ahirət evi təkəbbürlük və fəsad əhli üçündür, təqva əhli üçündür. Şeyx Abbas Qumi, Allah rəhmət eləsin, tanıyırsanız, Müntəhəl Amal, Məfatihül Cinan, Mənazul Axirə kitablarının sahibi. O qədər yazardı. Bunu Şeyx Möhsin deyir, oğlu Şeyx Möhsin deyir. Deyir, atam o qədər yazardı, barmaqları qabar olardı. Durardı o qabarları, qayçılayardı, genə götürüb yazardı. Diqqət elə, genə götürüb yazardı. Amma deyir, gördük bir dəfə elə hönkür-hönkür ağlayır, səsi otaqdan çölə gəlir. Şeyx Möhsin deyir, qaçdım atamın otağına, dedim, ağa, niyə belə ağlayırsan? Dedi, oğul, Quran oxuyurdum, çatmışam, Yasin surəsində belə bir ayə var. Hadihi cəhənnəmülləti kuntum tuadun. Bu cəhənnəmdir ki, sizə vədə verilmişdir. Bu ayəyə çatmışam, canıma vəlvələ düşüb, ağlayıram buna görə. Ömrün Allah dininə xidmət eləyən narahat da axirətə. Bilirsən niyə narahatdır? Çünki axirətə yəqini var. Adamın axirətə yəqini olsa, ilahi hey axirət üçün çalışar. Mən Allah rəhmət eləsin Hacı Şahini, ruhu şad olsun bu Əyyam-ı Fatimiyyədən. O gün onun bir dənə belə bir videorolikini paylaşmışlar. O qədər özümdə təsir elədi. Gördüm, orada bir gözəl söz işlədir, yeri gəldi burada deyirəm. Deyir, Allah bir gün axirət evində səndən soruşacaq. Sənə nə vermişdin bilirsən? Nələr vermişdin de özü-özüyə bax. Qayıd, ay burada əyləşən və məni eşidən və özümə deyirəm. Allah sənə nələr verib yadıva sal. Çılpaq bir insan gəlib sən dünyaya. Nələr verib onları yadıva sal. Deyir, Allah sənə soruşacaq. Mən sənə, məsələn, pul verdim, elm verdim. Neynədin onu? Deyəcəksən, özümə maşın aldım. Özümə ev tikdim. Özümü müalicə elətdirdim. Soruşursan, neynədin? Özümə. Balam, mən sənə vermişdim bunu. Elə özüə. Axı, mən Quranda buyurmuşam, sənə verdiklərimdə başqalarının haqqı var. Bəs başqaları üçün neynədin? Ehtiyaclılar üçün neynədin? Bu, ahirətə inamla irəli gəlir. Şeyx Cəfər Şüştəri Xəsaisul Hüseyniyyə kitabın yazıb. Allah rəhmət eləsin. Mənbər, gözəl mənbəri də olub. Çıxardı mənbərə, deyir, vəmtazul yəvmə əyyuhəl mücrimun. Bu ayəni oxuyardı Yasin surəsində. Ay günahkarlar, ayrılın. Qiyamət səhnəsində hamını yığarlar. Sonra deyirlər, günahkarlar keçsin bu tərəfə. Ayrılın. Deyir, bu ayəni oxuyanda oxudu, mənbərdə özündən getdi, gəldi başı üstə düşdü yeri. Nədəndir bu? Ahirətə inam. Böyütmək lazımdır bu körpə inamı. Düşərdi aşağı. Dedilər, ağa, nə oldu sənə?
Deyərdi, bu dünyada ayıran yoxdur, mənə deyən yoxdur, sən keç bir yana. Elə məsələn, girirəm məscidə, hamı deyir mömin. Amma ahirətdə elə dəqiq ayıracaqlar. Birdən orada mənə də deyərlər. Bu cür alim, ahirətə inan. Mən xanım Zəhra salamülleyhanın məadından danışacağım, amma ona varid olmamış. Qoy Qurandan bir dənə də ayə öyrənək, sonra keçək Həzrəti xanım Zəhra, Quran və Əhl-i Beyt. Quranı necə yaşayıblar? Məad barəsində 3 Asiman kitabında 3 dənə Ulul-Əzm Peyğəmbərdən 3 dənə cümlə. 3 Peyğəmbər, 3 kitab, 3 cümlə. Onlar nədir? Nəcm surəsi 36, 37, 38, 39, 40-cı ayələrə baxarsınız. Allah Teala buyurur. Əuzu billah. Əm ləm yunəbbə bima suhufi Musa və İbrahiməlləzi vəffə əllə təzr vazirətun vizrə uxra və ən sə'yəhu səvfə yura və ən leysə lil-insani illə ma sə'a. Sadaqallahul əzim. Yoxsa Musanın Tövratının səhifələrindən xəbər tutmayıb. 1. Musa Peyğəmbər, kitabı Tövrat. Dedim 3 Peyğəmbər, 3 kitab, 3 cümlə. Demək Musa Peyğəmbərin Tövratında gəlib. Və ya tam vəfa eləmiş İbrahimin səhifələrində olanlardan xəbər yox. İbrahim Peyğəmbər və suhuf. Və heç kəs başqalar, bir də burada Quranda, demək Musanın Tövratı, İbrahimin suhufi, bir də Həzrət Rəsulullahın Qur'anı. Bu 3 Peyğəmbərin 3 kitabında 3 dənə cümlə deyilib. Hansılar da o? Heç kəs başqalarının yükün götürməyəcək. Əla təzrü vazirətun vizrə uxra. Heç kim qiyamətdə oğulun yükün ata götürməyəcək, atanın yükün oğul götürməyəcək. Heç kəs orada deyənməyəcək, bala qoy sən gəl cənnətə, mən gedərəm sənin əvəzində cəhənnəm. Heç kimin yükünü daşımayacaq. Görməməzlikdən gələcək. Qohumluq əlaqələri kəsiləcək. 1. İkinci cümlə. İnsan üçün səy, təlaş etdiyindən başqa bir şey yoxdur. Ən leysə lil-insan illə ma sə'a. İnsan nəyi zəhmət çəkib qazanıbsa odur. Ondan başqa heç nə yoxdur. 2. Və biri də onun səyinin nəticəsi tezliklə görünəcək. İnsan bu dünyada çalışıbsa, necə çalışdığın dünyada görürsə, ahirətdə də zəhmətinin haqqını görəcək. Tövrat, İncil, yəni üzr istəyim, İbrahim Peyğəmbərin suhufi və Qur'an. İndi gəldik xanım Zəhra salamülleyhanın qapısına. Mən bir neçə cümlə izahat verim bu dediklərimə, sözü verim inşallah əziz qardaşımıza. Aparsın bizi xanımın huzuruna. İndi xanımın ahirətə yəqinindən biraz danışaq. İnsan surəsində Allah Teala 18 ayədə bu ailə barəsində danışır. İnna nəxafu min Rabbina yevmən abusən qəmtərira. İnsan surəsi 10-cu ayə. Baxın, niyə görə bu ayəni oxuyuram? Bilirsiniz bu hadisəni. Bunlar təkrardır, amma insan hər dəfə eşidəndə ruhuna bir cür təsir qoyur. Balaları xəstələnib İmam Həsən, İmam Hüseyin əleyhissalam, səhabələr deyirlər, nəzir boyun alın bunların sağalmasını. Əli əleyhissalam və xanım Zəhra salamullah nəzir boyun alır. 3 gün oruç tuturlar, balalar da qoşulur bunlara. Və balalar sağalandan sonra 3 gün oruç tuturlar. 3 günün 3-ündə də miskin, yetim, əsir gəlir qapıya. Gəlir qapıya, oruc açılan vaxtında yemək istəyir. Öz yeməklərin ailə bütövlükdə ac qalıb verir o miskinə, yetimə, əsirə. Soruşsalar buradan Allah cavabını verir. Bunlar niyə 3 gün ac qalıb yeməyin verir? Bax, ahirət şünaslıq, məad şünaslıq. Buyurur İnsan surəsi 10-cu ayə. İnna nəxafu min Rabbina yevmən abusən qəmtərira. Həqiqətən biz öz Rəbbimizdən çox sərt olduqca dəhşətli, üzlərin tutulub qaralacağı gündən qorxuruq. Ahirət. Ahirətdən qorxuruq.
Ona görə 3 gün qapımıza gələni boş qaytarmırıq. Özümüz ac qalırıq, ahirətdən qorxuruq, qapımızdan adam qaytarmırıq. 7-ci ayədə yenə Allah bunların ahirətə yəqinindən danışır. Yəxafunə yəvmən kanə şərruhu müstətira. O gündən qorxurlar ki, o günün şərri gizlindir. Hələ qiyamətdə nə başımıza gələcək bu gizlindir. Bu ailə 3 gün bədənlərin ad saxlayır. Amma qapıya gələni boş qaytarmır. Çünki qiyamətin günündən qorxurlar. Gəlin köçən gecə. Bu günləri xanım Zəhranı sevirəm, Allahı, Peyğəmbəri, Quranı sevirəm, ahirət var deyənlər, gəlin köçəndə, köçürdəndə, oğul evlənəndə, evləndirəndə bununla müqayisə eləmək lazımdır. Bu günləri qızlarımız ər evinə gedəndə, ailənin təməlini qoyanda, şərab süfrəsindən, musiqi süfrəsindən köçürdürük. İndi baxaq xanımın məad şünaslığına. Gəlir ər evinə, daxil olur otağa, xanımın cümləsinə baxın. Fəşəbbəhdu duxuli fi firashı bi mənzili kədduxuli ilə ləhədi və qabri fənə'budallaha teala hadihilleylə. Ya əmoğlu, ya Əli, mən bu gəlin otağına daxil olmağımla yadıma saldım qəbr evinə daxil olmağı. Bu evliliyimizin ilk gecəsi ilə yadıma saldım qəbrin ilk gecəsin. Və qəbrə qoyulan yerə ləhəd deyirlər. Ləhədi xatırladım. Gəl, madam xatırladıq ahirəti, bu gecəni ibadətlə keçirdək. Bu gecəni ibadətlə keçirdək. Burada 2 nöqtə var. Biri, evlilikdən sonra artıq gedəcəyimiz yer, 2-ci ev qəbirdir. Bu mənadır. Daha mənası budur ki, ailənin təməli elə qurulmalıdır ki, bu evə daxil oldum, bundan sonra qəbrə gedəcəm. Biz evdən ağ gəlinliklə çıxardarıq qızlarımızı. Mənası budur ki, qızım, bir ağ indi geyindin, getdin hər evə. Çalış bu ağı elə gözlə, 2-ci ağın da kəfənin olsun evdən çıx. Yəni, ailə dağılmasın. Bu mənayadır. Çox təəssüf ki, bu günləri ailələr də dağılır ahirətə imansızlıqdan, ahirətə inamsızlıqdan. 2-ci nöqtə dediyimdir. Bir dənə də rivayət yazmışdım, onu da keçirəm, çox vaxt almayayım. Hicr surəsinin 43-cü ayəsində Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə bu ayələr nazil olmuşdu. Peyğəmbərimiz bunu oxudu və möhkəm ağladı. Peyğəmbəri saxlaya bilmədilər. İnnə cəhənnəmə ləməv'iduhum əcməin. Ayələri oxuyum inşallah. Ləhə səb'atu əbvabin likulli babin minhum cuz'un məqsum. Nəcm surəsinin 44-cü ayəsi. Onların hamısının vədə yeri mütləq cəhənnəmdir. O cəhənnəmin 7 qapısı var. Hər qapıdan daxil olmaq üçün onların bir hissəsi bölünmüşdür. Günahkarlara Allah təala buyurur. Peyğəmbərə cəhənnəmin 7 qapısı var ayəsi gələndə və buyurur günahkarlar o 7 qapıdan bölünüb daxil olarlar ayəsi gələndə Peyğəmbər oturdu, ağladı, göz yaşları saqqalından süzülür. Dedilər Peyğəmbər ancaq sakitləşər qızı Zəhranı görsə. Həzrəti Zəhra salamullah əleyhanı çağırdılar. Xanım gəldi, gördü Peyğəmbər möhkəm ağlayır. Dedi, baba, ya Rasulullah, niyə belə ağlayırsan? Peyğəmbər xanım üçün oxudu ayələri. Nəcm surəsi 43-44-cü ayəni. Ayələri eşidən kimi xanım özündən getdi. Gəlmişdi Peyğəmbəri sakitləşdirməyə. Xanım özündən getdi. Qardaşlar, bunlar kaş bu səviyyəyə gəlib çıxaq ki, ayəni eşidəndə ruh dinləyir, ruh dərk eləyir və görür ahirəti, ahirətə yəqin özündən gedir. Xanım Zəhra salamlaya. Fəsəqətət Fatimə hədis buyurur, Zəhra özündən getdi. Və buyurdu, özünə gələndən sonra əl-vəyl, thumməl-vəyl, limən dəxələnnar. Vay olsun o şəxsin halına ki, özün apara cəhənnəmə sala. Əmirül-Möminin əssalamın Nəhcü Bəlağədə bir kəlamı var. Həzrət buyurur, ay cəmaat, bu günah atı
günah atı o qədər sürətli və azğındır. Onun sahibi onun belinə minəndən sonra əlindən alar sahibinin, yüyənin, o bilmirəm, görübsünüz, o idarə olunmaz at görübsünüz, yox, sahibi onu idarə eləyə bilməz, minəndən sonra götürər adamı, harayısı saparar. Əmir-ül-Müminin sallam buyurur, günah atı elə azğın və sürətlidir, belinə mindirdi sahibini, yüyənin əlindən alar sahibinin, adamı cəhənnəmdə düşürtməyənə qədər buraxmaz. Savab dəvəsi o qədər rahat və idarə olunandır, öz sahibini cənnətdə düşürtməyənə qədər əl çəkməz. Və nəhayət, son nəfəsində xanımın ahirətə yəqinindən, yenə deyirəm, bu gecə qəlbimə bu söhbət yatdı, sabah xanım Zəhraya olunan zülümlərin həqiqətindən inşallah danışacağıq, xanım Zəhranı öyrənəcəyik, çalışaq bu günlər ərzində. Xanım dünyasını dəyişəndə etdiyi duaya baxın, bu ahirətə yəqindir. Ya Hayyu, Ya Qayyum, ey diri olan, ey qəyyum olan Allah, bir rəhmətikə əstəğisu, sənin rəhmətinə sığınıram, kömək istəyirəm. Fəğithni, mənə sığınacaq ver, kömək ol. Allahümmə zəhni ənin nar, məni cəhənnəm odundan qoru, və ədxilnil cənnə, məni cənnətə daxil elə, və əlhiqni bi Əbi Muhammed. Mən və məni atam Peyğəmbərə qovuşdur. Biz də bu duanı eləyə bilərik. Peyğəmbər və Əli əleyhissalam hamımızın atasıdır. Eyni bu duanı atam deyərək müraciət eləyə bilərik. Peyğəmbərimiz buyurardı, Ya Zəhra, əvvəlu mən yədxulil cənnə ənti ya Fatimə. Əvvəl cənnətə daxil olan sən olacaqsan. İlk cənnətə daxil olan sən olacaqsan, qızım. Amma bunu Peyğəmbər deyir ha qızına. Belə bir xanım özdən Səyyidəti Nisa-il aləmindir. Bütün əvvəldən sona qədər olan aləmlərin xanımlarının səyyidəsidir. Biz ona gözümüzü dikmişik, onun şəfayətinə. O nə deyirdi dünyasını dəyişəndə? Deyərdi, həm oğlu, ya Əli, ya Əbəl Həsən, məni tək qoyma. Qəbrə qoydun ki, məni tək qoyma. Mənim oturub başım üstə Yasin oxu, Əli. Qur'an oxu. Çünki sənin munistiyyə ehtiyacın var. Sən mənim imamımsın. Sən mənim başım üstə dayan, Əli. Peyğəmbərlə söhbət eləyəndə nədən söhbət eləyərdi? Ata bala. Deyərdi, ata, ahirətdə biz harda görüşəcəyik? Peyğəmbərimiz buyurdu, qızım siratda, sonra mizanda, sonra Hovz-i Kövsərdə, sonra deyərdi cəhənnəmin sərhəddində. Ata orada niyə? Deyərdi, qızım sən gələcəksən mənim ümmətimin günahkarlarına şəfaətə. Oturub Fizzə ilə söhbət eləyir xanım. Görür bir dənə bu ahirətə yəqindən danışırıq, sözüm qurtarır. Görür bir dənə cənazə aparırlar, cənazə gedəndə cənazənin bədəni bilinir, qışları, qolları bilinir. Üstünü örtməyiblər də, kəfənə büküb qoyublar cənazə. Xanım buyurdu, mən ölüm günündən nə qədər narahatam. Fizzə dedi, xanım, niyə? Dedi, Fizzə, bu cənazənin bədən üzvləri bilinir, hamı görür bunu. Mən o gündən narahatam. Xanım buyurdu, Fizzə dedi, xanım, biz tərəflərdə xurma çubuqlarından əyərlər belə, indi bizdə onu teldən, məftildən eləyərlər. Əyərlər cənazənin üstündə belə, üstünə pərdə atarlar, bədən bilinməz. Xanım dedi, mən vəsiyyət eləyirəm mənim cənazəmin üstünə elə bir xurma çubuğu əyərsiz və parça atarsınız, mənim həmin gündə də hiss olunmasın bədənim. Əzizlərim, bədənim hiss olunmasın, dedi xanım Zəhra. 2 dənə vəsiyyətindən mən ərz edeyim, mənbəri təhvil verim. Bir dedi, bədənim hiss olunmasın. Zaten hiss olunmadı, bilirsiniz niyə? İmam-ı Sadiq ağa buyurur, Sarət ümmükəl xəyal, mənim anam Zəhra kölgə kimi olmuşdu. Elə bədəni əriyirdi, bugün görən, sabah görəndə tanımırdı. Dərisi sümüklərinə yapışmışdı, dünyasını dəyişəndə. Niyə? Onları sabah inşallah açıqlayarıq Allahın köməklə.
Bir də xanım Zəhra salamullah dünyasını dəyişəndə balaların tapşırdı sahibinə, imamına. Əli, canı sən, canı balalarım əmanət. Əli, məbada balalarıma biri acı söz desin. Məbada Hüseynimi susuz qoyasan, gecələr durub su içər Hüseynim. Nəbada susuz qoyasan. Mən bilmirəm, xanım vəsiyyət elədi, balalarıma acı söz deməsinlər heç kim. Amma o Kərbəlada qamçı qabağında, at qabağında qamçı ilə döyülənlər Zəhranın balaları idi. Demişdi Hüseynin susuz qalmasın. Amma xanım Zəhradan sonra onun Hüseynin susuz öldürdülər. Alimlərdən biri deyir, mən dedim ki, görəsən, niyə görə İmam Həsən Mədinədə, bir ailə necə dağılıb? Əli əleyhissalam Nəcəfdə, İmam Həsən ağa Mədinədə, İmam Hüseyin ağa Kərbəlada, xanım Zeynəb Şamda. Niyə? Sonra başa düşdüm ki, evdə ata dünyasını dəyişəndə ana yığır balaların başına saxlayır. Amma evin anası öldü, balalar pərən-pərən düşər. Hərəsi bir tərəfə düşər. Zəhra getdi, balaları pərən-pərən oldu. Mən bir cümlə deyib sözümü təhvil verirəm. Bilmirəm, burada cavan anası ölən var ya yox. Bala üçün çox çətin olar, cavan ana əlindən verir. Səlman deyir, gecənin bir aləmi idi, gördüm. Qapı döyülür, amma döyülməsindən hiss elədim. Qapıya vuran əl böyük əli döyür, böyük qapı döyməsi deyil. Balaca əl dəyir qapıya gecənin bir aləmində. Dedim, Allah görəsən bu qapını döyən kimdir gecənin bir aləmində. Açdım qapını. Açdım qapını, gördüm Həsəndən Hüseyin qapını döyür. Dedim, ay Peyğəmbər balaları, gecənin bu vaxtında nə istəyirsin? Dedi, əmin, nənəm öldü, atam səni çağırır köməyə. Deyir, dedim, gedin, gəlirəm, bu balalar getdi. Allah hər yerdə, əgər bir cavan xanım, Allah heç kimin ocağına göstərməsin, cavan ana getsə, onun körpələri qalsa, körpələri uzaqlaşdırırlar qonşuya, qohuma ki, ananın görməsinlər cənazəsini. Amma deyir, mən Əlinin evinə çatanda gördüm, Məzlum imam özü xanımına qusul verir. O xanımın balaları da İmam Həsən, İmam Hüseyin ayaqları dolaşa-dolaşa su daşıyırlar anasına qusul verməyə. Axı, balaca qızlar da ağlayar. Deyir, gördüm, imam buyurub, yavaş ağlayarsınız, Zeynəb çadırasının ətəyin gətirib, dişlərin arasında çıxıb ki, ucadan səsi çıxmasın. Sallallahu aleyki ya bintə Resulillah. Hər yerdə sən denən ya Zəhra.